Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər. İndi isə daha ətraflı. Azərbaycanlı sənətçi və vətəndaş fəalı Mürtəzə Pərvin yaxınları ilə telefon əlaqəsi zamanı evin həbsxanasından Böyük Tehran həbsxanasına köçürüldüyünü açıqlayıb. Məlumata görə məhbus rəssam Mürtəzə Pərvin digər siyasi məhbuslarla birlikdə evin həbsxanasının 4-cü palatasından Böyük Tehran həbsxanasına köçürülüb. Mürtəzə Pərvin telefon zəngi zamanı bildirib ki, Böyük Tehran həbsxanasında məhbus sayı çox olduğu üçün yer çatışmazlığı yaşanır. O həmçinin deyib ki, köçürülmə zamanı məhbuslara şəxsi əşyalarını götürməyə icazə verilməyib. Qeyd edək ki, Mürtəzə Pərvin 2024-cü il fevralın 17-sində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və evin həbsxanasına salınıb. O, may ayında Tehran İnqilab Məhkəməsində hakim Əbülqasim Səlavətli sədrliyi ilə keçirilən məhkəmədə ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə və rəhbərliyi təhqir etmək ittihamları ilə 6 il həbs cəzası alıb. İsrailə casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilən Güney Azərbaycan əsilli İsveçli alim Əhməd Rıza Cəlalinin həyatı təhlükədədir. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Alimin iyunun 22-sində Tehranda saxlanıldığı həbsxanadan naməlum yerə aparıldığı bildirilib. İsrailə casusluq ittihamına görə saxlanılan məhbusların edamına başlanıldığı üçün Cəlalinin də edam ediləcəyi barədə xəbərdarlıq edilib. Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhməd Rıza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi Azərbaycanlı alimi İsrailə casusluq ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub. Cəlali barəsində irəli sürülən casusluq ittihamını rədd edib və ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib. Bugün səhər saatlarında Urmiya həbsxanasında 3 məhbus edam edilib. Bu haqda İran Ədliyyəsi məlumat yayıb. İdris Ali, Azad Şücai və Rəsul Əhməd adlı məhbusların nüvə alimlərinin birinin öldürülməsində istifadə olunan avadanlıqları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və İsrail əməkdaşlıqda günahlandırılıblar. Bununla da son 2 ay ərzində İsrail əməkdaşlıq ittihamına görə edam edilənlərin sayı 8-ə çatıb. Cari ildə kimliyi müəyyən edilmiş edam edilənlərin sayı 591-ə çatıb. Onlardan 16-sı qadındır. NATO və Azərbaycan arasındakı münasibətlər mühüm strateji tərəfdaşlığı təmsil edir. Bu barədə NATO admiralı Rob Bauer Alyansın samiti çərçivəsində azərbaycanlı jurnalistlərə bildirib. Admiralın sözlərinə görə Azərbaycan NATO'nun 35 rəsmi tərəfdaş ölkəsindən biridir. Bu da tərəflər arasında əlaqələrin xüsusi xarakter daşıdığını göstərir. O bildirib ki, NATO və Azərbaycan arasında əməkdaşlıq Azərbaycanın verdiyi konkret sorğulara əsaslanır. Yəni Azərbaycan hansı sahədə əməkdaşlıq istədiyini özü müəyyənləşdirir. Əlaqələrin istiqaməti isə NATO və Azərbaycan arasında aparılan birbaşa danışıqlar nəticəsində formalaşır. Admiral əlavə edib ki, tərəfdaşlığın əsas hissələrindən biri birgə təlimlər və digər praktiki əməkdaşlıq formalarıdır. Onun sözlərinə görə bu əməkdaşlıq NATO tərəfindən göstəriş verməklə deyil, Azərbaycanın istəklərinə uyğun şəkildə istər NATO-ya üzv ölkələrlə, istərsə də təşkilatla birlikdə qurulur. İran Təhlükəsizlik Qüvvələri iyunun 13-dən 24-nə kimi ölkənin müxtəlif bölgələrində 700 nəfəri həbs edib. Bu haqda İran hökumətinin rəsmi mediası məlumat yayıb. Məlumatda iddia olunub ki, 12 günlük müharibədə İsrailin 700 casus və muzlusu həbs edilib. Rəsmi medianın iddiasına görə həmin şəxslər PUA idarə etməkdə, bombalar hazırlamaqda, hərbi obyektlərin görüntülərini əldə etməkdə və İsrailə kəşfiyyat məlumatları ötürməkdə ittiham olunurlar. Bundan başqa Tehranda 10 minə yaxın İsrail PUA-sının tapıldığı da bildirilir. İnsan Haqları Təşkilatları isə Tehran rejiminin yaranmış vəziyyətdən istifadə edərək müdaxilələrə qarşı yeni repressiya dalğası başlatdığı barədə xəbərdarlıq ediblər. İran hökuməti İsrailin hava hücumları qarşısındakı acizlik səbəbindən atəşkəslə razılaşmağa məcbur olduqdan dərhal sonra ölkə daxilində narazılara qarşı əməliyyatlara başlayıb.
Atəşkəsdən qısa müddət sonra Tehran, Təbriz, Həmədan və digər şəhərlərdə onlarla insan həbs edilib. Onların çoxu Mossadla əməkdaşlıqda ittiham olunur. Görünən odur ki, nüvə və raket proqramlarına sərf olunan 100 milyardlarla dolların qısa müddətdə məhv olması hökumətdə ciddi qəzəb yaradıb. Bu qəzəbin hədəfi isə vətəndaşlardır. İddialara görə bu repressiyalar həm məğlubiyyəti daxili amillərlə əlaqələndirmək, həm də mümkün etirazları qabaqlamaq məqsədi daşıyır. Hakimiyyətin məqsədi casusluq ittihamları ilə edam cəzalarına zəmin yaratmaqdır. Eyni zamanda İran məhkəmə sistemi casusluq qanunlarında dəyişiklik edildiyini də açıqlayıb. Bu, daha sərt cəzaların tətbiqinə yol açır. 1988-ci ildə bənzər hadisələr baş vermişdi. Xamneyinin əmri ilə minlərlə siyasi məhbus bir neçə gün ərzində edam edilmişdi. İndi isə oxşar repressiyaların təkrar olunacağından narahatlıq artır. Amerika prezidenti Donald Trampın administrasiyası İsrail hakimiyyətinə bildirib ki, İran atəşkəsi pozacağı təqdirdə Təl-Əvivin lazım bildiyi şəkildə cavab vermək imkanı olacaq. Bu barədə The Washington Post məlumat yayaraq bildirib ki, razılaşma çərçivəsində Amerika hakimiyyəti İsrailin İran tərəfindən atəşkəsin pozulmasına cavab olaraq sərbəst hərəkət etmək azadlığının olacağını bildirib. Qeyd edək ki, İsrail tərəfi çərşənbə axşamı atəşkəs elan edildikdən sonra İranın İsrailə doğru raketlər atıldığını, İran hərbçiləri isə atəşkəsi pozmadıqlarını bildiriblər. Amerika prezidenti Donald Trump bəyan edib ki, İrana yeni zərbə endirilə bilər. Bu barədə Amerika lideri Haqada keçirilən NATO sammitində bildirib. Trump diqqətə çatdırıb ki, İranın indi etmək istəyəcəyi ən son məsələ uranı zənginləşdirməkdir. Trump həmçinin İranın nüvə proqramına sahib olmasına icazə verməyəcəklərini bir daha vurğulayıb. Trumpın sözlərinə görə əgər Tehran uranın zənginləşdirilməsi proqramını bərpa edərsə, yeni zərbələr mümkündür. Amerika lideri əlavə edib ki, İran uzun müddət bomba istehsal etməyəcək. İsrail İranın Mərkəzi Bankını terror təşkilatı kimi tanıyıb. İsrail Müdafiə naziri İsrail Katz İranın Mərkəzi Bankını terror qruplaşmalarına milyardların ötürülməsində ittiham edib. Katz İsrailin kəşfiyyat xidmətinin tələbi ilə əlavə 2 İran bankını İran silahlı qüvvələrinə bağlı bir şirkəti və onun 3 yüksək rütbəli məmurunu terrorçu təşkilatlar və əməliyyatçılar kimi qeydə alıb. Nazir əlavə edib ki, İsrail İranın şər şəbəkəsini ifşa edərək məhv edəcək. Lübnanın güneyində Əl-Sadiq valyuta mübadiləsi mərkəzinin rəhbəri Haysam Abdullah Bəkri İsrailin hərbi hava qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib. Sözügedən şəxs Hizbullahla yaxın əlaqədə olub və bu təşkilata maliyyə dəstəyinin göstərilməsində əsas rol oynayıb. Məlumata görə Əl-Sadiq valyuta mübadiləsi mərkəzi Sepahın Qüds korpusundan qaynaqlanan maliyyə dəstəyinin Hizbullaha ötürülməsi ilə məşğuldur. İran parlamentinin üzvləri Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq planını təsdiqləyiblər. Üzvlərdən heç biri planın əleyhinə səs verməyib. İran parlamenti qərarı alıb ki, müşahidə kameralarının quraşdırılması, yoxlamaların keçirilməsi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə hesabat verilməsi fəaliyyətləri müvəqqəti dayandırılsın. Bu addım İranın nüvə obyektlərinin təhlükəsizliyinə təminat verilmədiyi müddətdə qüvvədə qalacaq. Parlamentin spikeri Məhəmməd Baqir Qalibov bildirib ki, İranın nüvə silahı hazırlamaq niyyəti yoxdur. O, Beynəlxalq Atom Enerjisi Agentliyini siyasi alətə çevirməkdə və öz vəzifələrini yerinə yetirməməkdə ittiham edib. Bundan əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Beynəlxalq Atom Elektrik Stansiyasının son hesabatını İrana qarşı təzyiq göstərmə və hücum üçün bəhanə adlandırmışdı. Agentlik isə hesabatında İranı əməkdaşlıq etməməkdə tənqid etmiş, bəzi gizli nüvə obyektləri ilə bağlı suallara cavab tələb etmiş və zənginləşdirilmiş uran ehtiyatının artmasından narahatlığını ifadə etmişdi. Ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar İranla beynəlxalq nüvə qurumları arasında gərginliyi artıracaq, proqramın şəffaflığına dair sualları çoxaldacaq və həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi risklər yarada bilər. İran İsraillə müharibədən sonra belə nüvə proqramından əl çəkməyəcək. Bunu İranın Xarici İşlər naziri Abbas Əraqçı Əl-Ərəbi Əl-Cəydə müsahibəsində deyib. Onun sözlərinə görə İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub. Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı. Bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətində olub, Əraqçı bildirib.
Amerika kəşfiyyat nümayəndələri hesab edir ki, İrana zərbələr Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. Bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb. Kəşfiyyatın ilkin qiymətləndirilmələrinə əsasən ABŞ-nin son hücumu İranın nüvə bombası əldə etməsini ehtimal ki, bir neçə ay gecikdirib. Lakin bu iddia rəsmi Vaşinqton tərəfindən təkzib olunub. CNN-in məlumatına görə Ağ Evin mətbuat katibi Caroline Leavitt bu barədə deyib. Bu iddia edilən qiymətləndirilmə tamamilə yanlışdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində Amerika prezidenti Donald Trumpla görüşüb. Bəyanatda bildirilir ki, görüş zamanı Türkiyə-Amerika münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan Amerika prezidentinin səyləri nəticəsində İranla İsrail arasında əldə edilən atəşkəsi alqışlayıb və onun davamlı olmasını arzuladığını bildirib. Ərdoğan həmçinin Qəzzada baş verən humanitar faciənin tezliklə dayandırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması üçün sıx dialoqun vacibliyini vurğulayıb. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.